Tərəvəz şirəsi çəkilən bu gün inşallah. Cəfəridir, spanaqdır, şomu da deyirlər. Demək, bir də kökdür, kök. Baxın, çalışın tərəvəz şirələrini ümumiyyətlə çox için. Mən də artıq çox atmışam. Artıq demək olar ki, da özümə zaman ayırıram. Mən də qınamayın, mən də yoruluram. Yəni ki, xahiş edirəm məndən incimi. Çoxsu yazır ki, yazırıq, cavab vermirsən və s. Suallarımız cavabsız qalır. Mən cəm olaraq, məsələn üçün, belə videolar çəkib qoyuram ki, götürün, məsələn üçün, istifadə edin, mən axtarmayın. Çünki videolar var ki, 1 milyonu yeyib çıxır, 1 milyon olur. Burada məsələn üçün, bir də görsən ki, 5000 adam yazır. Mən ona cavab verə bilmərəm, bax, bu mümkün deyil. Hərənin bir dərdi var. Mən mütəmadi belə çəkib qoyuram ki, İnşallah ki, siz də götürün, istifadə edin. Tükənməz faydası var insan orqanizminə. İnşallah. Çəkəcəm bundan. Evdəkilər də içəcək, mən də içəcəm Allahın izni ilə. Artıq hazırdır. Qəşəng bunu qarışdırırıq. Biraz da bunu isidirik. İnşallah içəndə isitmək lazımdır bunu. Və bismillah içirik. Canlı qidalara çalışın, üstünlük verin. Ölü qidaları az yiyin, az istifadə edin. Canlı qidalara üstünlük verin əsas.